Göygöl rayonunda evdə partlayış olub. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Marif Yolçiyev partlayış nəticəsində yanıq xəsarətləri alıb. Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə evdə qaz balonu partlayıb. Baş vermiş faktla bağlı araşdırma aparılır. Qazaxda 65 yaşlı kişi yıxılaraq ölüb. Hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Qara Bayayev yaşadığı evdə yıxılaraq həyatını itirib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma başlanılıb. 54 yaşlı kişi də yıxılaraq həyatını itirib. Qax şəhər sakini 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabiroğlu yaşadığı evdə yıxılaraq dünyasını dəyişib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma aparılır. Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Belə ki, rayon sakini Məhəmməd Hüseynov idarə etdiyi Toyota Prius markalı avtomobillə həm yerlisi piyada 49 yaşlı Ceyhun Rızayev vurub. Ceyhun xəsarəti ağır olduğundan xəstəxanaya aparılarkən yolda ölüb. Baş vermiş faktla bağlı ərazi üzrə araşdırma aparılır. Goranboyda bıçaqlanma baş verib. Hadisə rayonun Qurbanzadə kəndində qeydə alınıb. Fariz Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır. Polislərin keçirdiyi müvafiq tədbirlərlə ona kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb. Baş vermiş faktla bağlı araşdırma davam etdirilir. Oğuzda da bıçaqlanma baş verib. Hadisə ötən gün saat 19 radələrində rayonun Ərmənət kəndində qeydə alınıb. Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi əmrində oğlu 37 yaşlı Zahir Məmmədova bıçaqla xəsarət yetirib. Zahir Məmmədov xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törədən şəxs artıq saxlanılıb. Baş vermiş faktla bağlı araşdırma aparılır. Xəbər verdiyimiz kimi Neftçalada ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi olub. Rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınan qəzada kənd sakinləri 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsaloğlu və onun qardaşı 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsaloğlu hadisə yerində həyatlarını itiriblər. Məlumata görə mərhum qardaşlar Bakı şəhərində ailələri ilə birlikdə yaşayırmış. Onlar bayram münasibəti ilə kəndə qonaq gediblər. Ailənin qəzada ölənlərdən başqa övladı yoxdur. Səhər saatlarında kəndi gəzmək istəyən qardaşlar valideynlərinə xəbər vermədən avtomobilə miniblər. Nəticədə baş verən faciə onların həyatına son qoyub. Qeyd edək ki, həlak olan qardaşlardan biri 17, digəri isə 15 yaşında olub. Yəni, onların heç birinin sürücülük hüququ olmayıb. Azərbaycanda minik avtomobillərində sürücülük hüququ almaq üçün minimum yaş həddi 18-dir. Allah hər ikisinə rəhmət eləsin.